və Heydər Əliyev Beynəlxalq Hava Limanı Bilgəh qəsəbəsi və Bilgəh-Sumqayıt avtomobil yolunda tikinti işləri sürətlə davam etdirilir. Ölkə prezidentinin göstərişinə əsasən çəkilən bu yol ətraf qəsəbələrin sakinlərinin rahat gediş-gəlişinin təminində mühüm rol oynayacaq. Bakı yollarının yenidən qurulması və bərpası ölkə rəhbərliyinin diqqət mərkəzində olan əsas məsələlərdən biridir. Heydər Əliyev Beynəlxalq Hava Limanı Bilgəh avtomobil yolunun tikintisi 2009-cu ilin fevralında başlanılıb. Hazırda layihənin 33 kilometrlik hissəsində tikinti işləri yüksək sürətlə davam edir. Yolun hərəkət zolaqlarının sayı 8, köməkçi yollarda 2-dir. Hərəkət zolaqlarının eni 4 metrə qədərdir. Paytaxtın Əzvev dairəsi Heydər Əliyev Beynəlxalq Hava Limanını birləşdirən avtomobil yolu layihəsinin davamı olan yolun 14,5 kilometrlik hissəsində tikinti işləri bu ilin oktyabr ayında, layihə tam şəkildə isə 2011-ci ilin sonunda başa çatdırılacaq. Hərəkətin tənzimlənməsi üçün aeroport və bina kəsişmələrində 2 müxtəlif səviyyəli yol ötürücü qovşağı və yol boyu yeraltı və yerüstü piyada keçidləri tikilir. Bina qəsəbəsində tikilən asma körpü isə həm də piyada